bağışlanmaq mövzusunda, Allahdan tövbə diləmək mövzusunda çox gözəl kəlamları var. Peyğəmbərdən aldığı elm, onların ikisinə toxunaq. Peyğəmbərimiz Həzrət Əli əleyhissalama vəsiyyət eləyir. Diqqət eləyin, biri qaydar deyər ki, bəyəm Peyğəmbərin yanında Həzrət Əlidən başqa bir adam yox idi, hələ ona vəsiyyət eləyir. Cavab, xeyr, yox idi. Yox idi. Bəs 124 min haradaydı onlar? Qardaş, yox idi. Bəs dedində də bu şişirtməyə qoyun kənara. Şişirtmə deyir, bu Qurandır. Niyə Qurandır? Çünki Allah Taala Nəcva ayəsini nazil eləyəndə Peyğəmbərlə xüsusi söhbət. Həzrət Əlidən başqa heç kim yox idi. Var idilər, gəlmədilər. Niyə? Çünki fəqirə, miskinə pul vermək lazım idi. Danışıq ödənişlidir. Yəni bir müddət olub ki, Peyğəmbərlə xüsusi, Peyğəmbər çıxır minbərə, hamı üçün danışır. Amma Peyğəmbərin vaxtını almaq istəyirsənsə, o nədir? Ödənişlidir. Fəqir, füqara tapırsan, yəni Peyğəmbərə qəbz gətirib göstərmirsə ki, ya Rasulullah, mən ödəniş eləmişəm, mən qəbul edir. Yox. Səndən Allah arasında gəl aldat. Dinən ki, 10 dənə fəqirə yardım elədim, indi mən istəyirəm xüsusi söhbət eləyim. Buyur. Allah da biləcək, Peyğəmbər də biləcək ki, sən eləmişsən ya yox. Heç kim yox idi. Yəni, İslam kitablarının hamısını axtar, bir nəfər tapılmadı ki, sədəqə versin və Allah Quranda nədir? Deyir ki, qorxdunuz. Bax, bu işarə çox böyük bir mövzunun işarəsidir ki, müəyyən adamlar var, adları tutulur indi tarix kitablarında, filanlarda ki, İslam üçün çoxlu pul xərcləyiblər. Həmən bu İslam üçün çox pul xərcləyən şəxsiyyətlər bu ayə nazilənəndə niyə əməl eləmədilər? Axı, qəpik quruş söhbəti gedir. Yəni ki, 100-200 nəfəri silahla, filanla təmin eləməkdən getmir. Sədəqə ver və gəl Peyğəmbərlə danış. Heç kim əməl eləmədi. Və Allah da tənqid elədi. Əşfəqtum, ayə belədir. Qorxdunuz və ayə nəsx olur digər bir ayə ilə ki, da bugündən də İslam dini dağılacaq da pul söhbəti olan kimi qaçırlar. Peyğəmbərin kassası yoxdur ya, ora atasan ki, ya Resulullah, qoy cibində biraz pul çoğalt. Fəqir, füqara, qohum əqrəbində kasıb var, ver ona, gəl danış da Peyğəmbərlə. Eləmədilər. Buna görə deyirəm, Həzrət Əlidən başqa heç kim yox idi. Heç kim yox idi. Allah tənqid elədi bunları ki, qorxdunuz. Amma Həzrət Əlinin maddi durumu o dərəcədə də yaxşı olmayıb ki, bağı, bağatı, dəvələri, filanları, olar, bunlar. Hələ müharibələrdən əldə olunan qənimətlər və öz əlinin zəhməti. Öz əlinin zəhməti. Sədəqəni verir və davam eləyəcəyi də bəlli idi. Amma ayə yığışdırılandan sonra Peyğəmbər Həzrət Əli əleyhissalam da mövzuda neyniyir? Dayanır. Hanı o minlər, milyonlar sahibləri ki, Peyğəmbərdən xüsusi tövsiyələr almağa, pul xərcləməyə qorxdu. Eləmədi yox, qorxdu. İnsan pulunun xərcləməsindən niyə qorxsun? Azalır. Azalar. Azalmırsa neynir? Sağa, sola, nətər gəldi verir. Amma azalanda insan neynir? Dayanır. Mühüm, daha mühüm. Mühüm nədir? Evladlarım, ailəm, atam, anam. Bir nəfər gəlir ki, qardaş, komaya düşən, bihuş olan bir mömin var. Aparatda qalması üçün gündə 700 manat pul lazımdır. O aparat çıxartdılar, adam 3-4 günə dünyasını dəyişəcək. Bir 2000, 3000 onu həyatda tutmaq üçün ki, bəlkə o dərmanların bir təsiri oldu, Allah şəfasını verdi, 3-4 günə ayrıldı. Sən vasitəsilə qoy onun 3-4 gün ömrü uzansın. Əgər azalırsa, bu adam verməyəcək. Əgər azalmırsa, bu adam neynir? Verə bilər. Hətta, belə deyək də, azalmasa da belə insanlar var ki, heç özünə qıymır. Heç özünə nədir? Qıymır o qazandığı malı. Hər halda,
Həzrət Əliyə Peyğəmbər tövsiyə eləyir. Niyə məhz ona, başqasına yox, başqalarına da tövsiyə eləyib. Amma tövsiyə mövzusunda öndə kimdir? Həzrət Əli əleyhissalamdır. Çünki öz kimliyini göstərib, gizlətməyib. Pulu ilə, canı ilə, malı ilə nədir? İslam dininin, Peyğəmbərin yanında olur. Ya Əli, ey Əli, səb'ətun, 7 şey kimdə olsa, onun imanı kamilləşər. İmanı kamilləşər, yəni bu sıravi təbəqə üçün deyir bu hədis. Diqqət edin, sıravi təbəqə üçün bu hədis deyil. Bu, ucalmaq istəyənlər üçündür. Yəni o möminlər ki, istəyir daha da məqamları uca olsun, bu tövsiyə nədir? İmanın kamilləşməsi. İman var, amma sən istəyirsən onu neynəyəsən? Təkmilləşdirəsən. Müəyyən tövsiyələr qeyd eləyir. Peyğəmbər vəsiyyəti وَاسْتَغْفَرَ لِذَنْبِهِ. İmanı daha da kamilləşdirmək üçün neynəmək lazımdır? Tövbə eləmək lazımdır, bağışlamaq. Allahdan bağışlanmaq istəmək lazımdır. Bu bağışlanmaq özü bölünür 2 hissəyə. Bir, səbəblə, bir də səbəbsiz. İndi ola bilsin, birinə qəribə gəlsin ki, səbəbsiz mən niyə tövbə eləməliyəm ki? Məsələn, mən belə deyək də, qeybət eləməmişəm və yaxud söyüş söyməmişəm. Mən niyə tövbə eləməliyəm ki? Yəni, bu Allahı qəzəbləndirən iş görməmişəmsə, mən niyə tövbə eləməliyəm? Onun xüsusi dərsi var ki, Peyğəmbərlər özü səbəbsiz Allaha nə inirmişlər? Üz tutub bağışlanmaq dilirmişlər ki, Quran ayəsidir. Orada günahlıq heç nə yoxdur, amma Peyğəmbər deyir ki, ya Allah, məni bağışla. Günahlıq heç nə yoxdur ya. Amma yenə də Peyğəmbər deyir, nədir? Məni bağışla. Hansı ayədir? Onları saxlaya vaxtına. Deməli, imanın kamilləşməsinin bir neçə tövsiyəsi var, 7 yolu var. 7 fəqət o deyil, başqa yollar da var. Bu tövsiyədə Peyğəmbər 7-sini qeyd edib. Onlardan da biri günahları bağışlatmaq. Yəni, gözləmə günah eləyəsən və tövbəsini istəyəsən. O iman kamilliyindən deyir. İman kamilliyindən odur ki, imanı təkmilləşdirmək istəyirsənsə, günah eləməsində tövbə dilindən nədir? Düşməməlidir. Özü günahkar hesab eləməlisən hər zaman. Ki, Allahın verdiyi neymətlərin şükrünü eləyə bilmirəm, Allahın mənə elədiyi lütfün qarşılığını verə bilmirəm, mənim hər anım, hər dəqiqəm günahkardır, ya Allah mənə bağışla. Ya dua düşəndə, boş gedirsən də, mahnı oxuyunca və yaxud kiminsə dalıcan danışınca və yaxud boş-boş şeylərlə məşğul olunca istiğfar eləyə-eləyə yolu getdi. Susunca, məsələn, bir 10 dəqiqələ yol gedəcəksən. Gedir. Hələ bunu, ya Allah məni bağışla, estəğfirullah, estəğfirullah, hələ belə də neynə davam elə, get. İndi, günahı bağışlatmaq, günahı bağışlanmasını Allahdan istəmək səbəblə səbəbsiz fərq eləməz. Hər halda mömin dayanmamalıdır. Çünki onun mənəviyyatına təsir eləyəcək və imanının güclənməsində ona yardımcı olacaq. Məsələn, o adamlar ki, sizlərdən nəsihət istəsə ki, qardaş, imanımı gücləndirmək üçün mənə bir vəsiyyət elə, dünə Peyğəmbərin Həzrət Əliyə olan vəsiyyəti var ki, tövbə diləmək. Axı, mən günah eləmirəm, heç kimin haqqına girmirəm, rüşvət almıram, onu eləmirəm, bunu eləmirəm. Mən niyə tövbə eləyim? Yox, elə deyil, eləməlisən. Günahın oldu da, olmadı da. Niyə? Demirsən, təkmilləşmək istəyirsən, yolu biri budur. İndi istiğfar nədir? Onu oxuyun, mövzumuza xətm eləyirik. Bu kəlam Nəhcül Bəlağədədir və hər bir bənd sənədli sübutlu bir hədisdə öz təsdiqini tapır. Bir nəfər Həzrət Əli əleyhissalamın yanında başlayır, Əstəğfirullah Rabbi və tubu ilə, Əstəğfirullah Rabbi və tubu ilə, Ya afuvvu, Ya qafuru, Ya rahim, Ya təvvabur rahim, Ya Allah məni bağışla, Ya Allah, bağışlanmaq mövzusunda istiğfar kəlmələr deyir. İmam ona belə bir söz deyir, Səkələtkə ummukə. Ana deməkdir, ana.
Tərcümə eləyəndə belə tərcümə eləyirik ki, vay-va otursun, yasva otursun. Yəni, anon səni itirsin. Ərəblərin belə bir ifadəsi var. O, qarğış mənasında deyil ki, sən öləsən, anun da, yasun da otura. Yox. Yəni, mövzu çox ciddi bir şeydir. Yəni, sən elə bir şeyə toxundun ki, belə deyək də, məlakələri qəzəbləndirdin. Çox ciddi mövzuda ərəb qaydar deyər ki, səkələtkə ummukə. Anun, vay-va, yasva otursun. Səkla dul qadına deyilir, ərin itirmiş, öz yaxınlarını itirmiş qadına deyərlər, səkla. Bu da günah bir iş görməyib, baxı, əstəğfirullah deyir də, yazıq neyinir ki, Həzrət Əli əleyhissalam bir qartal kimi işığıyır bunun üstünə. Ki, sən neynədin? Ətədriməl istiğfar, sən bilirsənmi ki, istiğfar Allahdan bağışlanmaq nə deməkdir? Adam deyir ki, yəni bu hücumdan yox. Yəni, əgər bu qədər qəbul deyirsə, bu qədər sənin kimi bir adamı razı salmırsa, deməli, mənim istiğfardan xəbərim yoxdur. Həzrət Əli əleyhissalam buyurur ki, məqam sayır ki, bunun illiyin filan oralığı qoyuram kənara, istiğfarı təşkil edən bəndlər. Yəni, bir nəfər bu bəndlərə riayət elədirsə, deməli, Peyğəmbərin Həzrət Əli elədiyi vəsiyyəti neyniyib? Yerinə yedir. Təbii ki, bunun çoxu yoxumuzdur, yəni, etiraf eləyir. Birinci, ən-nədəmu alə mə mada. Peşmançılıq, keçmişə neynəməlisən? Peşman olmaz. Peşman olmaq, unutmaq deməkdir. Elə bir məsələn, mən sənə haqqıva girmişəm, təhqir eləmişəm, cəmaatın içində rüsva eləmişəm, sonra halallaşdıq və unutduq ki, elə bir hadisə nədir? Olmayıb. Peyğəmbərin tövsiyəsi belədir ya, yox? Yox. Unutmamalısan. O peşmançılıq nədir? Səndə davam eləməlidir. Ki, mən bu mömini cəmaatın arasında rüsva eləmişəm. Onun haqqına girmişəm, onu alçaltmışam, müəyyən cürə. Deməli, birinci peşmançılıqdır və peşmançılıq da unutmamaq şərti ilə. Biz günahlar eləmişik və peşman olmuşuq və unutmuşuq. Və unutmuşuq. Elə bir eləməmişik. Deməli, bizim ibtida addımımız da bizim o əldə elədiyimiz, belə deyək də, o zirehimizdə nə var? Çat var artıq. Çatdır, çat, o böyüyəcək, elə böyüyə gedəcək. Deməli, peşmançılıq unutmamaq şərti ilə. Nə ki, bir dəfə peşman oldun, sonra heç yadıma düşmür ki, mən bu kişinin abrın həyasını aparmışam, içində heç ona salam verən yoxdur. Düzdür, mənə halallıq verib və barışmışıq, indi günahdır da elədik, sağ ol, özümüzə elə aparaq ki, belə bir şey olmayıb. Din elə demir, deyir, yox. Zülümkar tərəf peşmançılığını unutmamalıdır. Əgər unutmasa, təkrar eləməyə nədir? Şərait yaranmayacaq. Unutsa, yenə olacaq. Deməli, ikinci, əl-əzmu alə tərkil əvdi iləyhi əbədən. Əzm qəti qərara deyilir. Qərar yoxa. Qəti qərar. Qəti qərar ki, ondan dönüş nədir? Yoxdur. Qəti qərara gəlməlisən ki, əbədən yəni həyatın sonuna qədər. Bu işə mən nədir? Qayıtmayacam. İki, yaxşı qayıtsın, nə oldu? Bu digər bir zədədir aldın, həmən o zirehə. Üçüncü, ən tuəddi iləl məxluqin hüquqəhum. Adamın telefonunu oğurlamışam və yaxud sənədlərini oğurlamışam.
Axtarır, tapa bilmir, haqqını da sübut eləyə bilmir. Sənədlər məndətdə uğramışım. İndi bir müddət peşman oldum və peşmançılığımı unutmuram və qəti qərarlıyam ki, bir daha da heç kimin sənədin, sübutun və umuma oğruq eləməyəcəm. Əbədən bu işə qayıtmayacam. 2 bənd yerində. 3-cü bənd. Haqqın tapdalanan şəxsin haqqını ona qaytarmaq lazımdır. Qaytarılması mümkündür. Yəni, oğramamışam bu dəftəri bu adamdan. Məndədir. Qızılla, gümüşlə bəzənib. Deyirəm ki, o heç kimdir, mən kiməm. O heç kimdir, mən kiməm. Bu mənə yaraşır. Ona yaraşmır. Zorla və ya bir yolla alıram əlindən. Evini alıram əlindən, bağını alıram əlindən və s. ilaxır. İstiğfarın şərtlərindən də biri budur ki, tövbə eləmək istəyirsənsə, haqqı sahibinə neynəməlisən? Qaytarmalısan. Belə bir şey hansı mömin eləyib? Məsələn, 1000-də 1 nəfər olar ki, neynəsin? Tövbə eləsin və haqq bərpa eləsin. Deməli, bizim tövbələrimizin içi nədir? Boşdur. Eləməyəcəm. Amma haqq bərpası haqqında heç nədir? Düşünmürük ki, bu kitab bu kişinindir də, aparın bir yolla verim özünə. Və yaxud verəndə desin ki, eybi yoxdur, götür. O başqa məsələ. Amma mən ona haqq bərpası mövzusunda yanaşmalıyam. Ya vasitə ilə, ya vasitəsiz. Bu 3-cü. 4-cü. Ən tə'midə ilə kulli faridatin aleykə dayya'taha fətuəddi haqqaha. Deməli, insan günah eləyən dönəmlərdə boynunda olan Allahın qoyduğu haqlar var və tələblər var. Onları əməl etməyib. Deməli, istiğfar o qədər ağır və əhatəbil bir məsələdir ki, həmən o vaxtlar ki, səndən o günah alıb, o günah alan vaxtı sən təbii ki, Allahın istədiklərini yerinə yetirməmsən. O, Allahın istədiklərini də fərizə deyilir də, Allahın tələbləri. İstər vacib olaraq, istər qeyri-vacib olaraq. Onları da neynəməlisən? Bərpa eləməlisən. Məsələn, qəza namazı yoxdur. Qəza orucu yoxdur. Xumsun, zəkatın qəzası yoxdur. Kəlmə-i şəhadətidir və yaxud başda namaza bunların heç biri yoxdur. O elə deyil. Peyğəmbər elə demir. Peyğəmbər deyir ki, tövbənin istiğfar eləyirsən. Hə, tövbə eləyirəm, bir daha belə deyədən namaza başlayıram. Tövbə eləyirəm, qusul alıram, namaza başlayıram. Yetmir. Peyğəmbər Həzrət Əliyə vəsiyyət eləyir ki, o istiğfar eləməzdən qabaq, tövbə eləməzdən qabaq nə qədər sənin üstündə Allahın haqqı var. Namaz haqqı, oruc haqqı. Allah istəyir də bunları. Eləməmsən, düzdür? Onları neynəyəcəksən? Bərpa eləyəcəksən. Bir nəfər qohumlardan tövbə eləyir, namaza başlayır. Sən ona nə vəsiyyət eləməlisən? Peyğəmbər vəsiyyəti. Deyəcəksən ki, qardaş, indi 50 yaşım var, indi başlayırsan halala, harama rəyyət eləməyə. Haqq, batil nədir? İndi rəyyət eləmək istəyirsən. 50 yaşım var. Hətta buluqdan bu tərəfə Peyğəmbər deyir ki, Allahın nə haqqı varsa onları neynə? Bərpa elə. Namazdır, orucdur. Tövbədən qabaq nə qədər buraxmısan? Onları hamısını Peyğəmbər deyir, neynəməlisən? Bərpa elə. Diqqət elə, tövbə eləyirsən. Bu tövbənin elə bir quruluş hissələridir, dayaqları. Yoxdur, aşacaq. Aydın? Yəni, qəza namazı da var, dəlili nədir? Həmən bu hədis. Qəza orucu da var, dəlili nədir? Həmən bu hədis. O zəkatdır, odur, budur, hamısının qəzası nədir? O tövbə yəni, belə deyək də, qeybət elədim, əstəğfirullah, yox. O, umum böyük tövbədən gedir söhbət. Öhdündə olan hüquqları neynəyəcəksən? Bərpa eləyəcəksən. Eləməsən, həmən o dirəyin biri nədir? Yoxdur. Bunlar adamı soyur ki, kişi, bu sənin o ödəyəcəyin, eləyəcəyin Peyğəmbərin cibinə getmir. Qohum əqrəbində
Ətrafında, kəndində fəqir füqara var, apar ona ver. Sənə kimdir ki, apar qoy günə alimin cibinə? Ver fəqirə, qiyamət günü özün bir cavab ver Allaha. Ki, ya Allah, dedim fəqirə, mən də verdim fəqirə. Vəssalam. Sən kimdir ki, apar ver, məsələn, əllamə filan kəsə? Apar ver fəqirə. Fəqirə də verməkdən narahatsansa, onda elə la İslam yaxşıdır. Deməli, dördüncü, tövbədən öncə itirdiyin, zay elədiyin, dayyətə, zay elədiyin, itirdiyin ibadətlərin hamısını neyəcəksən? Haqqını ödəyəcəksən. Beşinci, bunu saxlayayım axıra, gələk altıncıya, onu axırda oxuyayım. Yəni, 5-ci ilə 6-cı yeri dəyişirəm. İndi 5 deyik. 6-nı oxuyuram, sonra 5 oxuyacam. Ən tuziqəl cismə ələmət ta'a kəmə əzəqtəhu həlavətəl ma'siyə. Yəni, Həzrət Əli əleyhissalam, Peyğəmbərimiz, yəni bunlarla nə deyim? Yəni, Allah seçib də, həqiqətən seçib. Deyir ki, bədənə, nəfsə itaətin acısını daddıracaqsan, ağrısını daddıracaq. Çünki itaət acıdır axı, ağrıdır, ləzzət almırsan ondan. Deyir, itaətin ələm ağrı deməkdir. Ağrısını daddıracaqsan bədənivə. Necə ki, günahın ləzzətini bədənivə daddırmısan. Diqqət edin, günah təsəvvür eləyək. Məsələn, belə deyək də, Quranla haram olan bir günah. Məsələn, riba. Pul verirəm, 5.000, qaytaracaqsan 7.000. Hər dəfə mənə o gecikdirəndə pul gəlir də, düzdür, mənə ləzzət eləyir, işləmirəm, əziyyət çəkmirəm, hələ bu şəxs ilişib və onun bütün gəlirini, zəhmətini neynirəm, yiyirəm, bu kurort zonası, o gəzinti ölkəsi, bahalı paltarlar, bahalı maşınlar, günahın ləzzətində neynirəm, yaşayıram, günahın ləzzətini bədənimə daddırıram. Qələt eləmişəm, səhv eləmişəm, bir daha eləməyəcəm. Tövbə eləyirəm, istiğfar eləyirəm. Elə deyil, yox. Elə deyil, qardaş. Necə günahın ləzzətini daddırmısan, o ibadətlər ki, bərpa eləyəcəksən, elə ibadət eləyəcəksən ki, o səni elə bir qamçı vurur bədənivə. Hiss eləməlisən ki, bədənin ağrıdır, ruhun ağrıdır. İbadətin ağrısını hiss elə. Hiss eləmədinsə, deməli, sən hələ də bu qaydaya riayət eləyə bilməmsən. Gəlirik 6-cı, bunu güman eləmirəm kimsə eləsin. Amma bir nəfər mən çoxdan, təqribən 20 il bundan əvvəl o təzə namaza başlayan bir mömin vardı. İş adamı idi, amma həqiqətən möminlik elədi. Mən onda onu başa düşmədim. O hədisi izah eləyəndə, onu oturub fikirləşəndə evdə yadıma düşdü ki, yox, bir nəfər var. Hədis nədir? Peyğəmbər Həzrət Əliyə nə tövsiyə eləyir? Buyurur, ən tə'mədə ilə əl-ləhəm. Ləhəm ət deməkdir, ət. Şəhəm pi, ləhmun ət. Azmun sümü, cildun dəri və s. ilaxır. Deyir, bu əti hədəfə alacaqsan, bədəninin ətin. Hədəfə alacaqsan, haramla, deməli, əlləzi nəbətə aləs-suht. Suht haram deməkdir. Haram yolla əmələ gələn əti və tuzibəhu, onu əridəcəksən. Zəvaban ərimək deməkdir. Haramla ki, bədəndə nəsə bir şey formalaşıbsa, vay o günə ki, nütfə haramla qoyula.
Həmən o əti əridəcəksən. Neynə? Bil əhzan. Səni qəm-kədərə düçar eləyəcək məsələlərlə. Hansı məsələlər? Məsələn, hansı günahla bədənin formalaşıb? Məsələn, rüşvətlə, oğurluqla, faizlə. Peyğəmbər bu işi görənlərin haqqında, Allah bu işi görənlərin haqqında nədir? Onları bir siyahı düzəldəcəksən. Baxıb özünü o işgəncələrin altında təsəvvür eləyəcəksən. Və bu səni neynəməlidir? Qəmləndirməlidir, kədərləndirməlidir, keyfi pozmalıdır. Hətta tulsiqal cildu bil azm. Deməli, cild dəridir, azm sümükdür. Dəri sümüyə neynəyəcək? Birləşənə qədər. Fəyənşə beynəhuma ləhmun cədid. Cədid təzə deməkdir. Təzə ət yaranana qədər. Bunu heç kim əməl eləməyib, amma mən bir mömin tanıyıram müəyyən rayondan. Bu adamın bir gözləri qaldı. Deməli, bu adam tükan, mağaza işlədirdi. O vaxt zambaq belə deyirdilər də, indi bilmirəm nədir. Belə bir şəxs, yəni imkan tövbə elədi. Bu hədisə adam əməl elədi. Belə deyək də, imkanlı, hər gün, səhər gün, orta axşam baxımlı bir adamdan bir gözü qalmışdı. Mən o adamı görəndə qorxdum. Soruşdum, xəstəsən, nəsə bir kömək filan, dükanı, bazarı filanı. Dedi ki, Peyğəmbərin Həzrət Əliyə olan tövsiyəsi. Mənim bədənimin əti haramla. Mən özüm bilirəm ki, haramla. Bu yağ, pi, forma haramla. Əritdi onu, elə arıq, diyeta yox ha. Belə deyək də, o qəm-kədər ki, qiyamət günü mən Allaha nə cavab verəcəm. Bir nəfəri mən tanıyıram. Adam riayət elədi və dünya və axirətdə də abad oldu. Oruc öz yerində. Diqqət elə, bir var oruc tutasan, bir var ki, onu hədəfə alasan. Hədəfə almaq nədir? Bu getməlidir. Oruç tutanda biz nəyi hədəfə alırıq? Nəyi hədəfə alırıq? Heç, yox, heç nəyi. Heç Allah razılığı, ibadətdir, Quranda gəlib, vacibdir, filandır. Nəysə hədəfə götürmürük. Peyğəmbər deyir ki, o əti sən neynəməlisən? Hədəfə alıb bədənindən çıxartmalısan. Sonra düzəldir. Normal bir hala gəldi yəni. Deməli, Həzrət Əli əleyhissalamın dinimizdə Peyğəmbərimizdən sonra olan rolu həm maddi, həm mənəvi, həm möminləri qorumaqda çox əzəmətli bir mövqeydir. Nəhcül Bəlağədədir. Yeri səhifəsini sonra söylərik. Deməli, istiğfar deyəndə, Həzrət Əli o adama deyəndə ki, anun vayında otursun, bu 6 bəndi bir yerə yığanda görürsən ki, həqiqətən də bizimki elə o ərəb kimidir. Əstəğfirullah Rəbbi və tubulə. Demək olar ki, bəndlərin heç birinə riayət nədir? Olunmur. Olunsa da qısa zaman fasiləsində deməli, istiğfarın nə olduğunu, tövbə bağışlamağın nə olduğunu biz hələ də dərk eləyirik, amma əməl nədir? Eləmirik. Allaha and verirəm, İzzət Cəlalına xatir gələn günləri xeyrə calasın, bizləri bağışlanmamış dünyadan aparmasın, Allah Teala özü hövlü qüvvəsi ilə dünya və axirətimizi abad eləsin, günahkarıq, boynumuzda qul haqları var, Allah Teala hövlü qüvvəsi ilə dünya və axirətdə boynumuzdan qul haqqını azad eləsin, Allah Teala şeytanın şərrindən, vəsvəsəsindən bizləri hifz amanda saxlasın. Allah Teala şəhidlərimizi qəriqi rəhmət eləsin. Allah Teala əskərlərimizi salim, qanim ailələrinə qovuştursun. Allah Teala vətənimizi əmin-aman qərar versin. Allah Teala xəstələrə şifa versin, şəfa versin. Allah Teala özü mömin-möminatın qəlbində olan xeyir dualar var, müşküllər var. Onların həllində Allah Teala onlara yardımcı olsun. Duaların qəbul müstəcab olması üçün Peyğəmbərimizə salavat göndərin.